Planet çox kirli idi. Buna görə insanlar Marsa getdilər. Gedəndə yer kürəsini təmizləsin deyə minlərlə robot qoydular. Hamısı sıradan çıxdı, birindən başqa. Onun adı Reno idi. Reno təkbaşına dağıntılar içində gəzirdi. Tapdığı vintlərlə çay partisi oynayardı. Bir gün o yaşıl, canlı bir cücərti tapdı. O sevindi, çünki anladı ki, tək deyil. Onu ehtiyatla sinəsində gizlətdi, qorudu və qucaqladı. Bir gün raketlə Aria adlı bir robot gəldi. Missiyası, yerdə həyat varmı, bunu yoxlamaq idi. Reno'nun ondan xoşu gəldi. Ona cücərtini göstərdi. Aria baxdı və ümid gördü. Və sonra onları mavi bir güc bağladı. Aria da Reno'nu sevirdi. Onlar birlikdə yeni robotlar yaratdılar. Planet artıq nəfəs alırdı. Bir gecə Reno və Aria ulduzlara baxırdılar. Onlar düşündülər ki, yer təmiz ola bilər, amma əsas insanlardır. Aria roketlə orbitə insanların yanına qalxdı. Orada insanlara yerin onları gözlədiyini dedi. Minlərlə insanlar yerə gəldi. Sonra isə robotlar insanlara kömək edərək yeri təmiz saxladılar. Çünki onlar da darıxmışdılar. Bu dəfə gələcək birlikdə qorunacaq.